Deməli, salam əziz izləyicilər. Yeni bir kombi təmirinə gəlmişik. Deməli, kombilərdə problemlər var idi. Hamısını aradan qaldırmışıq. Sadəcə olaraq, yəni kombini sökülü halda video çəkmək yaddan çıxdı. Ona görə yığandan sonra çəkmişik. Kombinin problemi raşitinin bakında deməli problem var idi. Saxlanmırdı, havanı saxlanmırdı. Ona görə onu dəyişdik. Yenisi ilə əvəz olundu. Sonra başqa problemlər də var idi. Deməli kombidə hamısını aradan qaldırdı. Manometrdə problem var idi, düz göstərmirdi. O dəyişildi. Yəni nəsə də mümkün olmadı ki, özününki qoyulsun, yəni başqası ilə əvəz olundu. Sonra sistem zadı opşu yuyuldu, kombinin içi, hər yeri. Bütün sistem xüsusi dərmanlı aparat vasitəsilə yuyuldu. Bu detalda dəyişildi. Təzəsi ilə əvəz olundu. İdeal şəklə gətirildi kombi. Hal-hazırda qəşəng işləyir, ideal vəziyyətdə. Kombinin EBS-nə təhvil verdik. İdeal şəkildə işləyir hal-hazırda. Bir də əziz dostlar, səhifə yenidir, kanalımız yenidir. Dəstək olsanız çox sevinərəm. Videonu bəyənib, komment yazsanız, bir də takib atsanız çox sevinərəm. Ən azından dəstək olmuş olarsınız. İndidən çox minnətdaram, təşəkkür edirəm sizlərə. Bu da getdiyimiz işdə, yəni mənzərə çəkmək istədim sizin üçün. Gözəl mənzərə, Yasamal ərazisi, Şamaxınka. İzlədiyiniz üçün çox təşəkkür edirəm əziz dostlar.